Nadirin hərbi islahatı, mərkəzləşmiş dövlət yaratmaq istiqamətində olan islahatlar, güclü bir dövlət yaradır, güclü bir ordu var, böyük bir ərazi fəth olunur. Amma bütün bunlar daxildə üsyanlara da səbəb olur. Səbəb bundan ibarət ki, müharibələrin olması, davamlı döyüşlərdə əhalinin iştirak etməsi onların sosial durumunu ciddi şəkildə zəiflətmişdir. Səbəblər nədən ibarətdir? Bura həmçinin nə əlavə olunur? Nadirin köçürmə siyasəti və vergi siyasəti. Vergi siyasəti, vergilərin çoxluğu təbii ki, əhalinin vəziyyətini pisləşdirir. Eyni zamanda onun köçürmə siyasəti. Biz əvvəldə də qeyd etdik ki, Nadir hətta şah seçilən dönəmdə belə onun hakimiyyətinə qarşı çıxanları sülbünə göndərmişdi və bu proses sonraki dönəmlərdə də geri gəlmişdən davam edir. Köçürmə və vergi siyasəti ciddi problemlər yaratmışdır. İlk üsyan Astarada baş verdi. İndiki Azərbaycanın cənubunda, amma həmin dönəm üçün Cənub Azərbaycan sayılmır əlbəttə ki. Daha sonra isə Cənub Balkan ərazisində, yəni indiki Şimal-Qərb bölgəsində üsyanlar baş verir. Digər bir tərəfdən Nadir Şaha qarşı Şamaxıda üsyan baş verdi, elə eyni ildə Astara ilə 1734-cü ildə. Nəticə olaraq Şamaxı şəhəri yandırılır Nadir tərəfindən və Şamaxının əhalisi yeni Şamaxı adlandırılan əraziyə köçürülür, yəni Ağsu ərazisinə köçürülür. Bunu qeyd edirlər. Geri gəlmişən 18-ci əsrdə yaradılan şəhərlər deyə testlərdə siz rastlaşa bilərsiniz. İndi bu mövzuda izahı olmasa da Şuşanı qeyd etmək olar, Quba şəhərini, rayonunu yaxud qeyd etmək olar və eyni zamanda Ağsunu qeyd etmək olar ki, 18-ci əsrdə salınmış şəhərlər idilər. Digər bir tərəfdən verginin pulla alınması məsələsi demək Şirvanda üsyana səbəb olur. Necə ki, biz burada qeyd etmişdik ki, vergini pulla almağa başladı. Verginin pulla, çünki birisi deyə bu baş verildi, vergi məhsulla alınanda da əhali məhsulun miqdarına görə vergi verirdi. Amma indi isə belə deyil, Nadir Şah vergini pulla alır, Lori dildə desək, misal üçün 10 manat vergi alır. Sənin əldə etdiyin məhsulun miqdarından asılı olmayaraq sən o pulu vermək məcburiyyətində olursan. Yəni, bu təbii ki, kəndlərə sərf etmirdi və onların vəziyyətini pisləşdirirdi və bu istiqamətdə Şirvanda üsyan baş vermişdi Nadir Şaha qarşı. Eyni zamanda yenidən Carbalakan'da Nadir Şaha qarşı üsyan baş verir. Bu üsyan demək 1738-ci ildə baş verdi. Cingöz qalası ətrafında üsyançılar hərəkətə keçirlər. 1738-ci il üsyanı Nadir Şaha qarşı baş verən 1-ci San Mirzə üsyanına qədər ən güclü üsyan hesab oluna bilər. Və bu üsyanı yatırmaq üçün demək Nadir Şah öz qardaşı İbrahim xanı üsyançıların üzərinə göndərir. Amma Carbalakan istiqamətində baş verən döyüşdə İbrahim xan öldürülür və üsyançılar, necə deyərlər, üsyan başçısını, daha doğrusu üsyanı yatırmaq üçün gələn dövlət nümayəndəsini aradan götürmüş olurlar, belə demək mümkünsə. Nadir özü daha sonra 1741-ci ildə Mərkəzi Asiya istiqamətində fəthlər həyata keçirdi, yəni xarici səfərdəydi, oradan geri qayıdır və Carbalakan üsyanını yatırmağa müvəffəq olur. Amma ciddi şəkildə, necə deyərlər, Əfşarlar imperiyasına problem yarada bilir, baş ağrısı olur, belə bir ifadə işlədə bilərik. Dördüncü mərhələyə biz bir daha qeyd edirək, Nadirə qarşı üsyanlar, səbəblər nədən ibarət idi? Köçürmə siyasəti və vergi siyasəti, müharibələri qeyd edə bilərik davamlı şəkildə. Astarada ilk üsyan 1734-cü ildə oldu, daha sonra Carbalakan'da üsyan baş verir. Növbəti bir üsyan ərazisi Şamaxını biz qeyd etdik. 1734-cü il ilə Astara ilə eyni vaxtda əhali Ağsuya köçürüldü, şəhər yandırıldı. Bunu qeyd etdik. Verginin pulla alınması Şirvanda üsyana səbəb olur. Digər bir tərəfdən isə yenidən Carbalakan üsyanı baş verir. 1738-ci ildə Cingöz qalası ətrafında qeyd etdik ki, məşğullaşmışdılar və İbrahim xanın öldürülməsindən biz danışdıq. Eyni zamanda Nadirin bu üsyanı yatırmasından danışdıq ki, dövlətin necə deyərlər, davam etməsi hələ də həyata keçirilirdir.